Bakıda 2-ci Azərbaycan Diabet və Metabolizm Xəstəlikləri Konqresi və 4-cü Azərtürk Diab Simpoziumu keçirilib. Bakıda 2-ci Azərbaycan Diabet və Metabolizm Xəstəlikləri Konqresi və 4-cü Azərtürk Diab Simpoziumu keçirilib. Konqresdə diabet və metabolik xəstəliklər sahəsində son elmi yeniliklər, müasir diaqnostika və müalicə yanaşmaları müzakirə edilib. Tədbirdə Azərbaycan və Türkiyənin aparıcı endokrinoloqları və mütəxəssisləri iştirak ediblər. Həm teknoloji alanında, həm diyabete bağlı organ hasarları, komplikasyonların tedavisi alanında bu 2 gün boyunca uluslararası düzeyde çok ciddi konuşmalar olacak. Əsas məqsədimiz budur ki, ən son yeni texnologiyalar artıq həkimlərin əlçatanlığında olsun və gənc həkimlər artıq bu texnologiyalarla xəstələrini müalicə eləməyə bilsinlər. Amerikadan, Türkiyədən, Özbəkistana gələn xarici qonaqlarımız var. 8 professor dəvət etdik və gələn həkimlərimizə, iştirak edən həkimlərimizə əlində tutduğum bu kitabı həkimlərimizə hədiyyə edəcəyik. Düşünürəm ki, bu kitab şəkərli diabetin müalicəsi yolunda xəstələrimiz üçün, həkimlərimiz üçün çox gözəl bir yol xəritəsi olacaqdır. 2 gün davam edən proqram çərçivəsində çətin klinik hallar, yeni terapevtik metodlar və innovativ diabet texnologiyalarına həsr olunan sessiyalar keçirilib.